şahid olmuştum. Amma gəlin əsas məsələləri söhbət edirəm. Ümumiyyətlə, Belarus Azərbaycanlıların Kongresi bildiğiniz kimi Belarus ölkəsinin Belarus'un Belarus'un Azərbaycanlıların 15 təşkilatına öz alanında görüşmüşdür. Və iş tərəfi olaraq müxtəlif coğrafi məkanlar olan Azərbaycanlılar və hətta İran düşmənlərinin məclisi də sayılan iştirak edir. Onların 5 meclisi, 5 təşkilatı bizim Kongresiyə birləşmişdir. Və Dövlətli Nazım Bəyin dediyi kimi bizim təsdiq olmasında bu Kongres çox böyük siyasi əhəmiyyətə malik olan bir Kongresdir. Və iş tərəfi olaraq mən deyərdim ki, tarixdə iş tərəfi olaraq həm müxalifət yolunun, həm iqtidar yolunun, həm neytral təşkilatlar bir arada birləşərək bir bölünmə yollar bildirməyə icazəci təşkilatlar arasında. Ümumiyyətlə, biz bu 2006-cı ilin itirəcəm arada azmayacaq. Çox işlər görülmüşdür və əsas işlər üzərində mən durmaq istərdim ki, çox qısa olaraq bu Bazar Universitetinin açılması Amsterdam şəhərində İdarə Reformunun təşkilatı dəstəyi açılmışdır və Azərbaycan səfirliyi iştirakı və bu yaxınlarda Amsterdam şəhərindən başqa Rotterdam şəhərində də çox qısa bir zamanda Bazar Universiteti açılacaqdır ki, bu da bizim silsilə hər şəhərdə, böyük şəhərlərdə qoymaq, açmaq istədiyimiz məktəblər olmalıdır. Bundan əlavə, təbii ki, çox, mən deyərdim ki, orijinal olaraq ilk dəfə bu il Azərbaycan Millət Məclisində fəaliyyət göstərən Azərbaycan Hollandiya, Azərbaycan Belçika və Azərbaycan Lüksemburg parlamentləri arası 3 işçi qrupunun rəhbərləri ilə bunlar Adil Əliyev, Gülər Həsən Əliyev və Xanım Axundova ilə danışıqlar apararaq işçi qruplara daxil 17 millət vəkilləri birlikdə fəaliyyət göstərmək haqqında rəsmi razılığa gəlmişlər. Hazırda Milli Məclisinin üzvləri və Beynəlxalq ölkələri parlamentləri arasında əlaqələrin qurulması, parlamentlərin Beynəlxalq Azərbaycanlılar Kongresi ilə əlaqələrin yaranması, dövlətimizin mənafeyini təmin edə biləcək məqamlarda Azərbaycan diasporasının dəstəklənməsi üzrə işlər aparılır. Ən yaxın zamanlarda da aparılan işlər öz nəticəsini verəcəyi inanılır və bu da gözlənilir. Və bundan əlavə, təbii ki, biz 16 millət vəkili imzası ilə olan parlament rəhbərliyinə, üzvlərinə və bir siyasi partiyalara rəsmi çağırış olunmuşdur ki, bu da iş dəfə olaraq Belarus məkanında həyatımızı təmin edir. Və başqa bir, mən deyərdim ki, yeni bir məsələlərdən biri də bu il hamısı rəhəm olduğu kimi Azərbaycan hökumətinin apardığı gəlin işlər nəticəsində martın 14-də Cumhuriyyə söylediği kimi Birləşmiş Millət Təşkilatının Assambleyasının 62-ci sesiyasında Azərbaycanın işğal olunmuş ərazilərinin vəziyyətlərində qətnamə qəbul edilmişdir. Bu qətnamə bütün dünyada Azərbaycan diplomatiyasının qalib kimi qiymətləndirir. Bundan əlavə prezident seçkiləri zamanında sonra Yerevanda baş verilmiş qaldığı olaylar da beynəlxalq ictimai diqqətini yayındırmaq üçün erməni yalan təbliğatı başında yenidən var qüvvəsi ilə işə başlayacağı gözlənilir. Və təbii ki, hər dəfə də bizim ermənilərin hədəfi türklər və Azərbaycanlar olacaqdır. Və Beynəlxalq Azərbaycanlılar Kongresi ilk dəfə olaraq fəaliyyət göstərdiyi Türk təşkilatları birlikdə informasiya strategiyası hazırlayır. Və biz hazırlamaya niyyətindəyik, çünki qarşıdan gələn bütün bu, deyək ki, hər mümkün onların hədəf olmaq istəmirik. Təbliğat və anti-təbliğat hazırlanmış strateji üzrə birlikdə koordinasiya olunmuş şəkildə göstərilir. Amsterdam şəhərində biz ana dilimizdə və ingilis dilində yayınlanacaq radyonun açılması üçün işlər aparırıq. Radyonun açılması, texnik qiymətləndirmə və kadrların hazırlanması üzrə işlər artıq hazırdır. Və bu böyük bir təbii ki, vəsait tələb edir və bu vəsaiti biz bu bayramdan sonra tam bir yaxınlarda müvafiq təşkilatlara təqdim edəcəyik. Təbii ki, biz burada heç kimdən maddi dəstək istəmirik və öz gücümüzlə bu işlərin ötəsindən gəlmək niyyətindəyik. Mən bu arada sadəcə olaraq sizin nəzərinə çatdırmaq istəyirəm ki, sadəcə bir saat əvvəl bizə bir xəbər gəldi ki, Beynəlxalq Konqresinin Rotterdam şəhərindəki ofisində
bu gece ermənilər tərəfindən deyək ki, ofis qanallarına edilmişdir. Onun qapıları, pəncərələri sındırılmışdır və hal-hazırda mühafizə orqanları orada iş görürlər. Və mənə elə gəlir ki, bu da bizim buradakı bugünkü yığışmamızdan əndişələn erməni diasporasının fəaliyyətinin içəridir. Hal-hazırda Azərbaycanın Harqalaşı səfirliyi ilə orada işlər aparır, tanışlıq işlər aparır və Divan Krallığının da mühafizə orqanları növbətçiyə gəlmişlərdir ki, buna bizim ki, bu erməni təşkilatlar tərəfindən alır və artıq mənə gəlir ki, şahidlər tapılmışdır. Biz orada məlumat gözləyirik və yaxşı olardı ki, biz bugünkü toplantımızda öz münasibətimizdə bildirdik. Təşəkkür ederim. Ben Sabir Bey'e sözlerimi vermek istedim.